dövlət qulluqçularının əmək haqqına bir sıra əlavələrin ləğv edilməsi gözlənilir. Bu, dövlət qulluğu haqqında qanuna və digər qanunvericilik aktlarına təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət qulluğu sistemində nəzərdə tutulan dəyişikliklərdən biri kimi, dövlət qulluqçularının əmək haqqına bir sıra əlavələrin ləğv edilməsi gözlənilir. Bu əlavələrə staja görə, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən dövlət büdcəsi hesabına ödənilən əlavələr daxildir. Qeyd edək ki, staja görə əlavələr, staj dövründən asılı olaraq vəzifə maaşının 5-30% aralığında verilən əlavədir. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə isə müəyyən olunmuş dövlət qulluğu vəzifələri üzrə aylıq vəzifə maaşının 15% həcmində verilən əlavədir. Nəzərdə tutulan bu dəyişikliklər dövlət qulluğunda əmək haqqı sisteminin daha təkmil, optimal və balanslı şəkildə qurulmasına, həmin sistemin sabit və vahid strukturunun formalaşmasına yönəlib. Əlavə edək ki, qanuna təklif edilən dəyişikliklərdə dövlət qulluğunda mükafat sisteminin ləğv olunması da nəzərdə tutulur. Layihəyə əsasən, dövlət qulluğunda çalışanlara dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur.